Asan Xidmətin və İdeya İctimai Birliyinin birgə təşkilatçılığı ilə Yaşıl Dünyanı Yarat 2 rəqəmsal həllər hakatonu baş tutub. 2 gün davam edən tədbirə 16 komanda və 64 iştirakçı qatılıb. Yarış çərçivəsində Xəzər dənizinin ekoloji vəziyyətinin və su ehtiyatlarının qorunması, ağıllı su idarə etməsi, enerji səmərəliliyi kimi məsələlər diqqətdə saxlanılıb. Bərpa olunan enerji həlləri, dayanıqlı və yaşıl şəhər mühiti, iqlim dəyişikliyi ilə mübarizə, karbon emissiyasının azaldılması, ekoloji monitorinq və məlumatların süni intellekt vasitəsilə analizi kimi müxtəlif istiqamətlər üzrə hazırlanan layihələr münsiflər heyətinə təqdim olunub. Mükafatlandırma mərasimində vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, İdeya İctimai Birliyinin nümayəndəsi Ceyhun Hüseynov, ali təhsil müəssisələrinin prorektorları və nümayəndələri, digər qonaqlar iştirak ediblər. Burada iştirak etməyiniz artıq sizin uğur qazanmağınızdır və artıq siz bu təlimləri keçməklə, treninqlər keçməklə və bu mühiti görməklə artıq uğuru qazanmışsınız və ayrıca olaraq da qalib olacaq komandaları təbrik edirəm. Müsabiqədə Bakı Dövlət Universitetinin Bu Sustainable komandasının tələbələri 1-ci yeri, Azərbaycan Respublikasının prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Diamonds komandasının tələbələri 2-ci yeri, Bakı Ali Neft Məktəbinin Simbiyosis komandasının tələbələri isə 3-cü yeri tutublar. Komandalara müvafiq olaraq 2000, 1500 və 1000 manat məbləğində pul mükafatı və sertifikatlar təqdim olunub. Bu doğrudan da çox yaxşı bir fürsətdir və biz gənclər üçün yeni bir imkanlardır ki, biz yeni startap layihələrimizi artıq təqdim edək və müəyyən mükafatlar əldə edək. Qalib olacağımız barədə yəni əvvəlcədən təxmin etməmişdik, amma düşünürəm ki, komandamız əzmlə çalışdı iş gecə boyunca və əlindən gələni etdi və bu da onun nəticəsidir. Hakatonda 20-yə yaxın ali təhsil müəssisəsinin tələbələri iştirak ediblər. Rəqəmsal həllər hakatonu gənclərin ekoloji problemlərin həllinə aktiv şəkildə qoşulmasını təşviq etməklə yanaşı, onların innovativ potensialının üzə çıxarılmasına və praktiki bacarıqlarının inkişafına mühüm töhfə verilməsinə hədəflənib. YouTube kanalımıza abunə olun.